yenə də 10.000 borc. Neyəcək bu borcdan? Heç nə. İşimiz çətindir və bu biznesdə batdı. Qurduğumuz artıq 3-cü biznesdir ki, 10.000 borcla bitdi. Bir çox insanlar bu günləri böhran yaşayır, krizis yaşayır, biznesdə problem yaşayır. Və demək istəyirəm ki, bu yolları mən keçmişəm və eyni ilə mənfiyə də düşmüşəm, borca da düşmüşəm. Buradan çıxmağın yollarını bilirəm və bunu Südçay vasitəsilə eləyirəm ki, necə subyektiv reallıqdan obyektiv reallığa çıxmaq mümkündür. Nə etmək lazımdır ki, biznesimiz ayaqda qalsın? Necə biz reallaşırıq? Doğum tarixinə uyğun olaraq nələri etməliyik? Nələr bizdə çatışmır və bunu necə bərpa eləmək olur? Ən vacib şeylərdən biridir, kompetensiyalar sayılır. Bizim bacarıqlarımız çatmırsa, biz biznesdə uğursuz oluruq. Bunu ilə bağlı 11 aprel mükəmməl bir 2 aylıq koçluq proqramı başlayacaq. 8 dərsdir. Detaylı bilgi almaq istəyənlər aşağı plus atır. Mən sizinlə əlaqə saxlayıram. Böyük ehtimal görüntülü ya da telefonda danışacağıq ki, sizin probleminizi daha dərindən anlayım və koçluğun sizə kömək olub ola bilməyəcəyini deyim. Məlumat istəyənlər aşağı plus atır.